Sabah bəzi bürclər üçün vacib məqamlarla yadda qala bilər. Gün ərzində qarşınıza çıxacaq bir xəbər və ya qərar planlarınızı yenidən gözdən keçirməyə səbəb ola bilər. Sevgi münasibətlərində hansı dəyişiklik mümkündür? Maddi mövzularda nəyə diqqət etməlisiniz? Öz bürcünüzü sona qədər izləyin ki, sabahı daha hazırlıqlı qarşılayasınız. İndi isə bürclərə keçək. Qoç. Bugün xoşunuza gəlmək istədiyiniz insanlarla görüşmək üçün son dərəcə münasib zamandır və ünsiyyət müstəvisində ulduzların dəstəyi açıq şəkildə hiss olunacaq. Yaxşı təəssürat yaratmaq sizin üçün təbii prosesə çevriləcək. Bir çox qoçun bunun üçün xüsusi səy göstərməsinə belə ehtiyac qalmayacaq. İstər romantik görüşə qatılın, istərsə də potensial işə götürənlə danışıqlar aparın. Daxili cazibəniz və enerjiniz qarşı tərəfi laqeyd qoymayacaq. Sözlərinizdəki inam, baxışlarınızdakı qətiyyət və davranışlarınızdakı səmimiyyət sizi ön plana çıxaracaq. Hətta şifahi imtahan və ya təqdimat kimi məsuliyyətli situasiyalar belə adət etdiyinizdən daha rahat keçə bilər. Kiçik duruxmalar və ya mövzudan qısa yayınmalar belə ümumi müsbət təsiri zəiflətməyəcək. Çünki bugün əsas rolu texniki mükəmməllik deyil, yaratdığınız aura oynayır. Özünüzə inamınızın yüksək olması ətrafdakıların da sizə inanmasına səbəb olacaq. Bəziləri sizin haqlı olduğunuzu bu qədər əminliklə müdafiə etdiyinizi görərək mübahisəyə girməyə ehtiyac duymayacaq. Liderlik enerjiniz təbii şəkildə üzə çıxacaq və insanları istiqamətləndirmək bacarığınız diqqət çəkəcək. Sosial mühitdə aktiv olmaq, yeni əlaqələr qurmaq və mövcud münasibətləri dərinləşdirmək üçün əlverişli zamandır. Lakin günün ikinci yarısında daha çox diqqət və səbir tələb edən rutin işlər sizi bir qədər sıxa bilər. Xırdalıqlara fokuslanmaq və səliqə ilə işləmək istəyi zəifləyə bilər. Bu isə sənədləşmə, hesablama və ya detallı planlama kimi mövzularda ləngimələr yarada bilər. Bir çox qoç adət etdiyindən daha tez-tez diqqətini yayındığını hiss edəcək. Nəticədə kiçik səhvlər və ya unutqanlıqlar baş verə bilər. Bu vəziyyətdə özünüzü qınamaq əvəzinə strategiyanı dəyişmək daha doğru olar. Əgər imkan varsa, bu tip tapşırıqları daha diqqətli və səbirli birinə həvalə etməyi düşünün. Komanda işi bugün sizin üçün daha məhsuldar nəticə verə bilər. Əks halda, işləri hissələrə bölərək mərhələli şəkildə yerinə yetirmək faydalı olacaq. Enerjinizi əsas prioritetlərə yönəldin və ikinci dərəcəli məsələləri təxirə salmaqdan çəkinməyin. Günün ümumi fonu sizin üçün ünsiyyət və təşəbbüs baxımından uğurludur. Sadəcə diqqətinizi düzgün istiqamətləndirməyi unutmayın. Bugün atılan addımlar gələcəkdə möhkəm təəssürat və yeni imkanlar formalaşdıra bilər. Buğa. Əgər hansısa məsələ ilk cəhddə istədiyiniz kimi alınmayıbsa, geri çəkilmək əvəzinə yenidən sınamaq bugün üçün ən doğru strategiyadır. Planetlərin mövqeyi sizə səbir və daxili dayanıqlıq verir. Bu isə uzun müddətli nəticələr üçün mühüm üstünlükdür. Sadə görünən bir daha cəhd et prinsipi məhz bugün sizin üçün uğurun açarına çevrilə bilər. Yolunuzda müəyyən maneələr yaransa da, onların heç biri planlarınızı tamamilə dəyişəcək qədər ciddi olmayacaq. Əsas məsələ emosional reaksiya vermədən, soyuqqanlı şəkildə vəziyyəti qiymətləndirməkdir. Addımlarınızı ölçüb biçərək atdıqda, əvvəl çətin görünən məsələ tədricən həllini tapacaq. Bugün inadkarlıq yox, sağlam qətiyyət sizə üstünlük qazandıracaq. Məqsədyönlülüyünüz və etibarlı mövqeyiniz ətrafınızdakı insanlarda güclü təəssürat formalaşdıracaq. Xüsusilə sabit və güvənə biləcəkləri tərəfdar axtaran şəxslər sizi diqqətlə izləyəcəklər. Sözünüzlə əməlinizin üst-üstə düşməsi nüfuzunuzu artıracaq. Çox güman ki, yaxın zamanda maraqlı əməkdaşlıq və ya işgüzar təkliflər ala bilərsiniz. Bu təkliflər zahirən cəlbedici görünsə də, dərhal razılaşmaq məcburiyyətində deyilsiniz. Ulduzlar sizə düşünmək və şərtləri müqayisə etmək üçün zaman tanımağı tövsiyə edir. Cavab verməyə tələsməsəniz, daha əlverişli və uzun müddətli baxımdan sərfəli variant əldə edə bilərsiniz. Maddi mövzularda praqmatik yanaşmanız üstünlük gətirəcək. Şəxsi münasibətlər sahəsində də sabitlik və dərinlik ön plandadır. Qarşı tərəf sizin etibarlılığınız və ardıcıllığını yüksək qiymətləndirə bilər. Əgər aranızda həll olunmamış məsələ varsa, onu sakit və konstruktiv dialoqla aradan qaldırmaq mümkündür. Tələskən qərarlar verməmək və emosiyaları nəzarətdə saxlamaq vacibdir. Günün enerjisi sizə səbirlə hərəkət edənlərin qazandığını göstərir. Unutmayın ki, möhkəm təməl üzərində qurulan hər plan gec də olsa öz bəhrəsini verir. Bugün atdığınız düşünülmüş addımlar yaxın gələcəkdə sabit uğura çevrilə bilər. Əkizlər. Səhər saatlarında daha ehtiyatlı və müşahidəçi mövqedə qalmaq sizin üçün ən doğru seçim olacaq. Bu zaman kəsiyi mənfi deyil, lakin informasiya axınında qarışıqlıq və ya yanlış yönləndirmə ehtimalı yüksəkdir. Kənardan gələn hər xəbərə və ya vədə dərhal inanmaq əvəzinə faktları yoxlamaq vacibdir. Düşünülməmiş addımlar sonradan əlavə düzəlişlər tələb edə bilər.
Xüsusilə işgüzar danışıqlarda emosional reaksiya verməkdən çəkinin. Əgər ətrafınızda etibarlı və sınanmış müttəfiqlər varsa, onların fikirlərini dinləmək faydalı olacaq. Sadiq dostların və ya təcrübəli həmkarların məsləhəti sizi mümkün səhvlərdən qoruya bilər. Hər şeyi tək həll etməyə öyrəşmisinizsə, bugün özünüzə analiz üçün bir qədər əlavə vaxt ayırın. Strategiyanı dəqiqləşdirmədən sürətli qərar vermək tövsiyə edilmir. Zaman keçdikcə müsbət tendensiyaların təsiri güclənəcək və günün ikinci yarısında ümumi fon xeyli yüngülləşəcək. Hadisələrin axarı daha aydın və idarə olunan görünəcək. Bir çox əkizlər enerjisinin artdığını və qərar verməkdə daha inamlı olduğunu hiss edəcək. Şübhələr tədricən arxa plana keçəcək. Uzun müddətdir başlamağa tərəddüd etdiyiniz layihə və ya şəxsi təşəbbüs üçün əlverişli məqam yetişə bilər. Ünsiyyət bacarığınız 7-dən ən güclü tərəfinizə çevriləcək. Yeni ideyalarınızı bölüşmək və dəstək qazanmaq daha asan olacaq. Axşam saatlarında isə özünüzü daha sərbəst və motivasiyalı hiss edərək gələcək planlarınızı daha aydın şəkildə formalaşdıra biləcəksiniz. Xərçəng. Bugün hadisələrin axarı istədiyiniz qədər rahat və hamar olmayacaq. Buna görə əvvəlcədən səbr ehtiyatınızı toplamaq faydalıdır. Əgər vacib və məsuliyyətli bir iş planlaşdırmısınızsa, yol boyu müxtəlif maneələrlə qarşılaşma ehtimalını nəzərə alın. Qəfil yaranan problemlər və xırda anlaşılmazlıqlar sizi emosional baxımdan gərginləşdirə bilər. Lakin ulduzlar göstərir ki, bu çətinliklər dağıdıcı deyil, sadəcə diqqət və çeviklik tələb edir. Situasiyaya həddindən artıq həssas yanaşmaq əvəzinə onu mərhələli şəkildə həll etməyə çalışın. Keçmişdə yardım etdiyiniz insanlar indi sizə dəstək verməyə hazır ola bilərlər. Bu karmatik balansın işlədiyini göstərir. Sadəcə onlardan gözləntilərinizi açıq və konkret şəkildə ifadə etməyiniz vacibdir. Sizi ilk anda tamamlamasalar, bunu şəxsi qəbul etməyin. Aydın və sakit izah çox şeyi yerinə qoyacaq. Ünsiyyət sahəsində isə müəyyən həssaslıq müşahidə olunur. Sözləriniz istədiyiniz mənada qəbul edilməyə bilər və bu da sizi məyus edə bilər. Hətta yaxın insanlar belə dediklərini fərqli yozaraq şübhə ilə yanaşa bilərlər. Bu vəziyyətdə emosional reaksiya vermək əvəzinə empatiya qurmağa çalışmaq daha səmərəli olacaq. Qarşı tərəfin baxış bucağını anlamaq münasibətləri qorumağa kömək edəcək. Sevdiyiniz insanla münasibətlərdə qısqanclıq və ya əsassız narahatlıq yarana bilər. Əsas məsələ susmaq və incikliyi içinizdə saxlamaq deyil. Problemi görməzdən gəlmək onu aradan qaldırmır, əksinə dərinləşdirə bilər. Günün enerjisi sizdən emosional yetkinlik və daxili balans tələb edir. Hər hansı anlaşılmazlıq yarandıqda vəziyyəti mümkün qədər tez və açıq şəkildə aydınlaşdırmaq ən doğru yanaşmadır. Sakit dialoq bir çox gərginliyi aradan qaldıra bilər. Unutmayın ki, bugün qarşılaşdığınız çətinliklər sizi zəiflətmək üçün deyil, daha güclü və təmkinli etmək üçündür. Axşam saatlarına doğru daxili sakitliyi bərpa etmək və özünüzə zaman ayırmaq faydalı olacaq. Duyğularınızı balansda saxladığınız halda günün sonu düşündüyünüzdən daha sabit və aydın keçə bilər. Şir. İşləmək və məhsuldar olmaq istəyirsinizsə, bu arzunu təxirə salmağa ehtiyac yoxdur. Çünki gün enerjinizin ən yüksək səviyyədə ifadə olunması üçün ideal imkanlar yaradır. Ulduzlar sizi aktivliyə, təşəbbüsə və məsuliyyət götürməyə təşviq edir. İstənilən faydalı iş, hətta ən mürəkkəb və çox mərhələli tapşırıqlar belə bugün sizin üçün həll olunan görünəcək. Ola bilsin ki, başqalarının yarımçıq borğu işləri tamamlamaq və ya səhvləri düzəltmək məsuliyyəti də üzərinizə düşsün. Bir çoxları belə vəziyyətdə narazılıq və yorğunluq hiss edərdi, lakin siz bunu öz bacarığınızı nümayiş etdirmək üçün fürsət kimi qəbul edəcəksiniz. Çətinliyin sizi qorxutmadığını göstərmək daxili motivasiyanızı artıracaq. Nəticədə həm işin keyfiyyəti yüksələcək, həm də nüfuzunuz möhkəmlənəcək. Bugün liderlik keyfiyyətləriniz xüsusilə aydın görünəcək. Prosesi təşkil etmək, prioritetləri müəyyənləşdirmək və başqalarına istiqamət vermək sizə asan gələcək. Ətrafınızdakı insanlar sizin qətiyyətinizdən və məsuliyyət hissinizdən ilham ala bilərlər. Ən önəmlisi isə odur ki, gördüyünüz işdən zövq alacaqsınız. Uğurunuzu başqalarının bacarmadıqlarını ustalıqla həll etməklə ölçmək sizə əlavə güc verəcək. Bu yanaşma sizi həm peşəkar, həm də şəxsi baxımdan bir addım irəli aparacaq. Gün təhsil və intellektual inkişaf üçün də olduqca əlverişlidir. Əvvəllər çətin və mürəkkəb görünən mövzulara indi daha inamla yanaşa bilərsiniz. Məlumatı sürətlə mənimsəmək və əlaqələri düzgün qurmaq bacarığınız artacaq. Tədqiqat və analizlə məşğul olan şirlər üçün xüsusi məhsuldar zamandır. Diqqətiniz və müşahidə qabiliyyətiniz adi günlərlə müqayisədə daha kəskin olacaq. Bu isə mühüm nəticələrə və hətta əhəmiyyətli kəşflərə gətirib çıxara bilər. Axşam saatlarında əldə etdiyiniz nailiyyətləri qiymətləndirmək və gələcək planlar qurmaq üçün özünüzə vaxt ayırın. Bugün göstərdiyiniz səylər uzun müddətli uğurun möhkəm təməlini formalaşdırır. Qız.
Bu gün hadisələrin axarı tam rahat olmasa da, daxili sakitliyinizi qorumağı bacarsanız, ümumi nəticə müsbət olacaq. Xüsusilə səhər saatlarında emosional reaksiyalara nəzarət etmək vacibdir. Ani impulslarla deyilən söz və ya atılan addım sonradan izah tələb edə bilər. Ulduzlar sizə təmkinli davranmağı və hər vəziyyətə analitik yanaşmağı tövsiyə edir. Hissləriniz güclü ola bilər, lakin məhz məntiq sizin əsas dayaq nöqtənizdir. Günün ilk yarısında özünüzü bir qədər gərgin hiss etsəniz belə, bu hal keçicidir. Tələsmədən qərar vermək və hər detalı ölçüb biçmək sizi mümkün səhvlərdən qoruyacaq. Zaman keçdikcə müsbət tendensiyaların təsiri daha aydın hiss olunacaq. Xüsusilə ünsiyyət sahəsində rahatlanma müşahidə ediləcək. Ətrafınızdakı insanlar sizi daha diqqətlə dinləyəcək və mövqeyinizə daha anlayışla yanaşacaqlar. Əvvəllər çətin görünən razılaşmalar indi daha asan əldə edilə bilər. Diplomatik və balanslı davranışınız qarşı tərəfdə etibar yaradacaq. İdeya və təklifləriniz real dəstək qazana bilər. Bu mərhələdə konstruktiv dialoq və açıq fikir mübadiləsi mühüm rol oynayacaq. İş yükü kifayət qədər çox ola bilər və bu sizi həm fiziki, həm də zehni baxımdan məşğul saxlayacaq. Lakin bütün tapşırıqların eyni tipdə olması sizi yorarsa, məhsuldarlıq azala bilər. Buna görə də gündəlik rutinlə yanaşı, tamamilə yeni və yaradıcı yanaşma tələb edən işlərə də yer ayırmaq faydalıdır. Rutindən qısa müddətlik uzaqlaşmaq düşüncə tərzinizi yeniləyəcək. Fantaziyanı sərbəst buraxmaq və qeyri-standart həll yolları axtarmaq gözlənilməz nəticələr verə bilər. Ola bilsin ki, əvvəllər diqqətdən kənarda qalan istedadlarınızı bugün kəşf edəsiniz. Özünüzə daha geniş imkan tanıdıqca potensialınızın sərhədlərinin düşündüyünüzdən daha geniş olduğunu görəcəksiniz. Günün sonunda isə etdiklərinizə nəzər salaraq daxili məmnunluq hissi keçirə bilərsiniz. Tərəzi. Bugün hadisələrin inkişafı əvvəlcədən qurduğunuz ssenariyə tam uyğun gəlməyə bilər və bu sizi təəccübləndirməsin. Ulduzlar çeviklik və adaptasiya bacarığınızı sınağa çəkir. Planlarda dəyişiklik etmək, improvizasiya etmək və situasiyaya uyğun ani qərarlar vermək zərurəti yarana bilər. Əsas məsələ daxili balansınızı qorumaqdır, çünki məhz bu keyfiyyət sizi digərlərindən fərqləndirir. Gözlənilməz dönüşləri problem deyil, fürsət kimi qəbul etsəniz, gün daha məhsuldar keçəcək. Yanınızda məsləhətinə güvəndiyiniz insanların olması sizə əlavə arxayınlıq verə bilər. Nəyisə bilmədiyinizi və ya dəstəyə ehtiyac duyduğunuzu etiraf etmək zəiflik deyil, əksinə yetkinlik göstəricisidir. Çoxları sizə kömək etməyə həvəslə yanaşacaq və bu münasibətlərinizi daha da möhkəmləndirəcək. Yaradıcı fəaliyyətlər üçün isə olduqca əlverişli zamandır. Fantaziyanı sərbəst buraxa biləcəyiniz sahələrdə parlaq nəticələr əldə edə bilərsiniz. Sərt qaydalara deyil, intuisiyanızın yönləndirməsinə güvəndiyiniz zaman daha uğurlu olacaqsınız. Estetik zövqünüz və harmoniyanı hiss etmə bacarığınız sizi ön plana çıxaracaq. Yeni ideyalar formalaşdırmaq, dizayn, incəsənət və ya konseptual düşüncə tələb edən işlərlə məşğul olmaq üçün münasib gündür. Ətrafdakılar sizin baxış bucağınızdan ilham ala bilərlər. Lakin diqqət və yüksək dəqiqlik tələb edən tapşırıqlarda müəyyən çətinliklər yarana bilər. Xırdalıqlara uzun müddət fokuslanmaq sizi tez yoracaq. Bu səbəbdən iş tempinizi düzgün bölüşdürmək vacibdir. Uzun fasiləsiz çalışmaqdansa qısa ara vermək daha səmərəli olacaq. Diqqətinizi yayındıran amilləri minimuma endirmək və prioritetləri düzgün müəyyənləşdirmək günün keyfiyyətini artıracaq. Enerjinizi daha çox yaradıcı və intuitiv sahələrə yönətsəniz, həm daxili məmnunluq, həm də real nəticə əldə edə bilərsiniz. Günün sonunda isə çevikliyiniz və diplomatik yanaşmanız sayəsində çətin görünən situasiyaları belə ustalıqla idarə etdiyinizi görəcəksiniz. Əqrəb. Bugün hadisələr tam sakit və proqnozlaşdırılan məcrada etməyəcək, lakin ümumi fon kifayət qədər müsbətdir. Sürprizlər olacaq, amma onların əksəriyyəti sizin xeyrinizə işləyəcək. Müsbət tendensiyaların təsiri üstünlük təşkil etdiyindən bir çox məsələ gözlədiyinizdən daha uğurlu nəticələnə bilər. Keçmişdə buraxılmış səhvləri düzəltmək və ya yarımçıq qalmış işi tamamlamaq üçün əlverişli imkan yaranacaq. Hətta başqalarının çətin hesab etdiyi və ya yarımçıq qoyduğu bir işi belə siz qətiyyətlə sonadək aparacaqsınız. Daxili gücünüz və strateji düşüncəniz sizi sürətli nəticəyə yaxınlaşdıracaq. Qərarlarınız dəqiq və məqsəd yönlü olacaq. Təbii ki, bu uğurlar hər kəs tərəfindən eyni həvəslə qarşılanmaya bilər. Ətrafınızda sizi səssizcə izləyən və nailiyyətlərinizə həsəd aparan insanlar tapıla bilər. Lakin onların mövqeyi real təsir gücünə malik olmayacaq. Enerjinizi başqalarının reaksiyasına deyil, öz hədəflərinizə yönəltməyiniz daha doğrudur. Öz yolunuzu inamla davam etdirdikcə kənar fikirlər əhəmiyyətini yitirəcək. Günün enerjisi sizə göstərir ki, güclü iradə və soyuqqanlılıqla hər maneəni aşmaq mümkündür. Təhsil, araşdırma və məlumat analizi baxımından məhsuldar zamandır. Dərin mövzulara baş vurmaq və mürəkkəb suallara cavab tapmaq üçün intellektual potensialınız yüksək olacaq. Təcrübəli insanların məsləhətləri və bilikləri sizə əlavə üstünlük qazandıra bilər. Çətin suallar verməkdən çəkinməməyiniz inkişafınızı sürətləndirəcək.
Maliyyə məsələlərində isə bir qədər ehtiyatlı olmaq tövsiyə olunur. Tələskən qərarlar və riskli addımlar arzu olunmaz itkilərə səbəb ola bilər. Xərcləri və investisiya planlarını diqqətlə analiz etmək vacibdir. Səbirli və hesablanmış yanaşma seçsəniz, günün sonunda həm mənəvi, həm də praktik baxımdan gücləndiyinizi hiss edəcəksiniz. Ox atan, bugün üzərinizə düşən işlərin sayı gözlədiyinizdən daha çox ola bilər və planlaşdırdığınız bəzi əyləncələri təxirə salmaq məcburiyyətində qala bilərsiniz. Lakin bu dəyişiklik sizi ciddi şəkildə məyus etməyəcək, çünki daxili motivasiyanız və məqsəd yönümlü enerjiniz daha güclü olacaq. Günün ritmi sürətli və intensivdir, amma siz bu tempə uyğunlaşmağı bacaracaqsınız. Xüsusilə başqalarının çətin və ya mümkünsüz hesab etdiyi bir tapşırıq diqqətinizi çəkə bilər və siz onu şəxsi çağırış kimi qəbul edəcəksiniz. Bu məsələni həll etməyi özünüz üçün prinsipial hədəfə çevirəcəksiniz. Geri çəkilməmək və sonadək mübarizə aparmaq xarakterinizin əsas xüsusiyyətidir. Nəticəni əldə etdiyiniz anda isə həm peşəkar, həm də şəxsi baxımdan böyük məmnunluq hiss edəcəksiniz və bu uğur sizə yeni hədəflər üçün əlavə stimul verəcək. Günün enerjisi sizi təşəbbüskar və cəsarətli addımlar atmağa sövq edir. Riskləri düzgün qiymətləndirdiyiniz halda irəliləyiş qaçılmaz olacaq. Çətinliklər sizi ruhdan salmaq əvəzinə daha da motivasiya edə bilər və siz hər maneəni təcrübə kimi qəbul edəcəksiniz. Öz gücünüzə inam artdıqca, ətrafdakılar da sizin liderlik keyfiyyətlərinizi daha aydın görəcəklər. Bu, xüsusilə işgüzar mühitdə mövqeyinizi möhkəmləndirə və gələcək perspektivlərinizi genişləndirə bilər. Strateji düşüncə ilə spontan qərar vermə bacarığınızı düzgün balanslaşdırsanız, nəticələr gözləntilərinizi aşa bilər. İşgüzar münasibətlər baxımından gün kifayət qədər əlverişlidir. Həmkarlarla ümumi dil tapmaq və ortaq məqsədlər ətrafında birləşmək asanlaşacaq. Lazım gəldikdə rəhbərliyin dəstəyini almaq üçün arqumentləriniz kifayət qədər güclü və əsaslı olacaq. Bəzi oxatanlar nüfuzlu şəxslərlə əməkdaşlıq barədə razılıq əldə edə bilər və ya uzun müddətli perspektiv vəd edən əlaqələr qura bilərlər. Etibarlı müttəfiqlərin ortaya çıxması gələcək planlarınızı daha real və həyata keçirilə bilən edəcək. Axşam saatlarında isə görülən işlərin nəticəsini qiymətləndirərək həm yorğunluq, həm də qürur hissi yaşayacaqsınız. Bugün sərf etdiyiniz enerji yaxın zamanda konkret və sabit uğurla geri dönə bilər. Oğlaq, bugün intellektual inkişaf və təcrübə toplamaq baxımından xüsusi əhəmiyyət daşıyır. Bacardığınız qədər çox şey öyrənməyə çalışın və qarşınıza çıxan hər informasiyanı diqqətlə süzgəcdən keçirin. Ətrafınızdakı insanların təcrübəsindən yararlanmaq üçün əlverişli zamandır və bu fürsəti qaçırmaq düzgün olmaz. Dəyərli bir məlumatı vaxtında əldə etmək gələcək planlarınızda həlledici rol oynaya bilər. Söhbətlərə və müşahidələrə laqeyd yanaşmayın, çünki ən vacib ipucları məhz xırda detallarda gizlənə bilər. Diqqətiniz yüksək olsa, başqalarının gözdən qaçırdığı nüansları görəcək və potensial səhvlərin qarşısını əvvəlcədən alacaqsınız. Analitik düşüncəniz və məntiqi yanaşmanız bugün xüsusilə güclüdür. Təhsil sahəsində uğurlar mümkündür və yeni biliklərə açıq olmaq sizi peşəkar baxımdan möhkəmləndirəcək. Təkrarla kifayətlənməkdənsə tamamilə yeni mövzuya dalmaq və fərqli istiqamətləri araşdırmaq daha məhsuldar nəticə verə bilər. Peşəkar sahədə isə gündəlik və adət etdiyiniz işlər bir qədər daha yorucu görünə bilər. Bu, motivasiyanın azalması deyil, sadəcə məsuliyyət yükünün artması və detallara daha çox diqqət ayırma zərənəti ilə bağlıdır. Günün ilk yarısında bir çox məsələni tək başına həll etməli ola bilərsiniz və bu sizdən səbir tələb edəcək. Lakin nizam-intizamlı və planlı yanaşmanız sayəsində işləri sistemli şəkildə irəli aparmaq mümkün olacaq. Özünüzü təzyiq altında hiss etsəniz belə, emosiyalara qapılmadan addım-addım hərəkət etmək ən doğru strategiyadır. Günün ikinci yarısında vəziyyət tədricən yüngülləşəcək, köməyə hazır insanlar yanınızda görünəcək və iş yükü bölüşdürüləcək. Xüsusilə köhnə tanışlar və etibarlı həmkarlar gözlənilməz anda dəyərli məsləhətlər verə bilərlər. Siz çaşqınlıq hiss etdiyiniz məqamda onların təcrübəsi düzgün istiqaməti göstərməyə yardım edəcək. Bugün kollektiv dəstəyin gücünü və düzgün əlaqələrin əhəmiyyətini daha aydın anlayacaqsınız. Yardımı qəbul etmək strateji baxımdan sizi zəiflətmir, əksinə mövqeyinizi möhkəmləndirir. Axşam saatlarına doğru gərginlik azalacaq və gördüyünüz işlərin real nəticəsini qiymətləndirmə imkanı yaranacaq. Gün ümumilikdə bilik, diqqət və səbir sayəsində möhkəmlənmək, uzun müddətli planlar üçün etibarlı təməl qurmaq baxımından məhsuldar keçəcək. Dolça. Günün əvvəlində zehninizdə parlayan ideyalar təsadüfi deyil və onlara ciddi yanaşmaq lazımdır. İlk baxışdan bu fikirləri dərhal reallaşdırmaq çətin görünə bilər, lakin zaman keçdikcə onların real potensialını daha aydın görəcəksiniz. Buna görə də tənbəllik etmədən qeydlər aparmaq, detalları sistemləşdirmək
və ilkin plan qurmaq vacibdir. Sonradan eyni ilhamı yenidən tutmaq daha çətin ola bilər. Yaradıcılıq enerjiniz səhər saatlarında xüsusilə yüksək olacaq və qeyri-adi həll yolları tapmaq sizə asan gələcək. Standart çərçivələrdən kənar düşünmək bacarığınız sizi fərqləndirəcək. Bu ideyalar gələcək layihələrin, yeni əməkdaşlıqların və ya şəxsi inkişaf istiqamətlərinin əsasını qoya bilər. Özünüzü məhdudlaşdırmadan düşünmək bugün ən böyük üstünlüyünüzdür. Səhər saatları ünsiyyət baxımından da olduqca əlverişlidir. Yaxınlarla və ya həmkarlarla müzakirə etməli olduğunuz mövzular varsa, onları təxirə salmamaq daha məqsədə uyğundur. Hətta əvvəllər çətin və həssas hesab etdiyiniz söhbətlər belə sakit və konstruktiv mühitdə keçə bilər. Siz mehriban və açıq mövqedə olacaqsınız. Bu isə qarşı tərəfində yumşalmasına səbəb olacaq. İntuisiyanız güclənəcək və harada güzəştə getməyin, harada isə prinsipial qalmağın daha doğru olduğunu dəqiq hiss edəcəksiniz. Diplomatik davranışınız münasibətləri möhkəmləndirəcək və qarşılıqlı etimadı artıracaq. Bugün səmimi dialoq gələcək anlaşmalar üçün möhkəm zəmin yarada bilər. Günün ikinci yarısında isə diqqətinizi daha praktik və təşkilati məsələlərə yönəltmək lazım gələcək. İlhamla yanaşı real addımlar atmaq və planı konkretləşdirmək vacib olacaq. Bəzi işlər gözlədiyinizdən daha çox vaxt tələb edə bilər, lakin səbirli və sistemli yanaşma nəticə verəcək. Əgər komanda ilə işləyirsinizsə, fikir mübadiləsi yeni baxış bucaqları qazandıracaq və ideyalarınızı daha da zənginləşdirəcək. Maliyyə və ya sənədləşmə ilə bağlı məsələlərdə diqqətli olmaq tövsiyə olunur, çünki xırda detalları gözdən qaçırmaq istəməzsiniz. Axşam saatlarında isə gün ərzində formalaşan ideyaları yenidən gözdən keçirmək və prioritetləri müəyyənləşdirmək faydalı olacaq. Bugün atılan düşünülmüş və yaradıcı addımlar yaxın gələcəkdə sizi daha sərbəst, müstəqil və güclü mövqeyə çıxara bilər. Balıqlar. Bugün xüsusilə tək deyil, komanda şəklində işləməyi üstün tutan balıqlar üçün olduqca əlverişli atmosfer formalaşır. Kollektiv enerjiyə qoşulduqda öz potensialınızı daha rahat ortaya qoya biləcəksiniz və bu nəticələrə birbaşa təsir edəcək. Müttəfiq və həmfikir insanları tapmaq çətin olmayacaq, hətta bəzi yeni tanışlar özləri sizə dəstək təklif edəcəklər. Əməkdaşlıq ruhu güclənəcək və ortaq məqsədlər ətrafında birləşmək asanlaşacaq. Qarşılıqlı anlayış və empatiya münasibətlərin əsasını təşkil edəcək. Siz başqalarının niyyətini intuitiv şəkildə hiss edə bildiyiniz üçün düzgün insanları seçməkdə çətinlik çəkməyəcəksiniz. Bugün işgüzar kimi başlayan əlaqələr zamanla daha şəxsi və hətta romantik xarakter ala bilər. Xüsusilə eyni baxış və dəyərləri paylaşdığınız insanlarla emosional yaxınlaşma ehtimalı yüksəkdir. Faydalı tanışlıqlar üçün də münasib zamandır və sosial dairəniz genişlənə bilər. Sizin üçün yalnız müttəfiq deyil, eyni zamanda himayədar və yol göstərici ola biləcək insanlarla görüşlər mümkündür. Bu cür əlaqələr uzun müddətli perspektivdə mühüm rol oynaya bilər və karyera istiqamətində yeni qapılar aça bilər. Özünüzdən danışmaqdan və bacarıqlarınızı nümayiş etdirməkdən çəkinməməlisiniz. Təvazökarlıq gözəl xüsusiyyətdir, lakin bugün ağıllı və ölçülü özünü təqdim etmə daha effektiv olacaq. Uğurlarınızı konkret faktlarla vurğulamaq qarşı tərəfdə etibar və maraq yaradacaq. Səmimi, lakin inamlı ton seçmək sizə əlavə üstünlük qazandıracaq. Yaradıcı və emosional sahədə də müsbət dinamika müşahidə olunur. İlhamınız güclənəcək və hisslərinizi ifadə etmək daha asan olacaq. İncə sənət, yazı, musiqi və ya hər hansı yaradıcı fəaliyyət üçün uyğun zamandır. Ətrafınızdakı insanlar sizin həssaslığınızı və dərin düşüncənizi yüksək qiymətləndirə bilərlər. Günün ikinci yarısında isə daha çox planlama və gələcək perspektivləri müzakirə etmək üçün əlverişli şərait yaranacaq. Əgər qarşınıza yeni təklif çıxarsa, onu emosional deyil, həm də praktik baxımdan qiymətləndirin. Axşam saatlarında isə sosial mühitdə olmaq və ya yaxın insanlarla səmimi söhbət etmək sizə daxili rahatlıq verəcək. Bugün qurulan əlaqələr və atılan addımlar gələcəkdə həm peşəkar, həm də şəxsi sahədə möhkəm və etibarlı dayağa çevrilə bilər.